Salam hörmətli izləyicilər, biologiya sevərlər. Sizinlə Elşad Əliyev, Elşad Quliyevin qiymətləndirmə vəsaitindən maraqlı bir sualın izahı ilə qarşınızdayıq. Bugündən etibarən hər gün bu kitabdan daha maraqlı bir sualın izahı ilə qarşınızda olacağıq. Ona görə də kanalımıza abunə olun və izləmədə qalın. Birinci sualımızda soruşur ki, şəkildə əks olunan bir hüceyrəli canlı duzlu suda yaşayan növlərində yığılıb açılan ifrazat vakuolu adlanan strukturların olmadığı halda şirin suda yaşayan növlərində bu struktur mövcuddur. Çünki bizə səbəbini soruşur. Çünki bunlarda hüceyrədəsində artıq suyu xaric edir və bu ifrazat vakuolu funksiyası ondan ibarət artıq suyu xaric edir və osmotik təzyiqi tənzimləyir. Yəni bizə ona görə cavabımız olar elə A variantı. Bizdən sual oluna bilər ki, məsələn, nəyə görə osmotik təzyiq? İbtidai heyvanlarda yadınızda saxlayın ki, osmotik təzyiq hüceyrənin işıq partlamasından qoruyur və hüceyrənin içində maddə mübadiləsinin normal işləməsini təmin edər. Əgər olmasa maddə mübadiləsi normal baş verməyəcək. Ona görə